Sarımsaqla çəkiliyyotun qarışdır, min bir dərdin dərmanıdır. 10-15 il bundan əvvəl yediyiniz qidaların belə orqanizminizə verdiyi zərərləri aradan qaldıracaq. Qaraciyərinizi, böyrəklərinizi, bağırsaqlarınızı tərtəmiz eləyəcək. Hazırlanması da çox rahatdır. İlk növbədə səhifəni takip edib, videonu bəyənib paylaşaq ki, ehtiyacı və məlumatı olmayan digər insanların da qarşısına çıxsın və mənə diqqətlə qulaq as. Götürürsünüz balaca bir qabı, içinə 5 ədəd sarımsağı doğrayıb tökürsünüz, üzərinə 2 xörək qaşığı çəkiliyotu, 2 dənə də darçın çubuğu atıb 700 ml qaynadılmış su əlavə edib 20-25 dəqiqə dəmlədirsiniz. Dəmlədikdən sonra isə süzülən suyu günortalar yeməkdən yarım saat əvvəl bir dolu stəkan içirsiniz. İçməyə başladığınız zaman böyrəklərinizi və sidik kisənizi tərtəmiz eləyəcək. Qaraciyərinizin fəaliyyətini yaxşılaşdıraraq qaraciyərinizdə olan bütün zərərli maddələri atacaq. Mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıraraq sizi stressdən və əsəbdən uzaq tutacaq. Metabolizmanızı sürətləndirəcək. Həzm pozuntusu problemlərinizi aradan qaldıracaq. Ürək qan damar xəstəlikləri riskinizi minimuma endirəcək. Təzyiqi aşağı olan insanları isə diqqətli olsunlar. Çünki çəkiliyotunun təzyiqi aşağı salma funksiyası olduğuna görə təzyiqinizi həddindən artıq aşağı sala bilər. Əlavə suallarınız yaranarsa rəylər bölməsində qeyd etməyi unutmayın.